Olacaq hərəkətlər, əla bir ötürməsin o. Spence bu, qapıya zərbə indirilir və hesabı 2. Duranın ötürməsi. Bəs İbrahim Konate, Ruan Renato oyun bərpa olundu. Zirə tələsir. Gəldiğinde Karvan hücumu tehlikeli olabilir. Kyle Spence! Kyle Spence! Hissənin əvvəlində Spence ötürmə də vermədi. Tüm məsuliyyəti götürdü üzəri və görürük ki, yekunda ən doğrusunu elədi. Lan qolun təkrarına Kyle Spence ötürdü, topu getdi, aldı başını getdi. Bilim Meyner, Kyle Spence'in qoluyla. Kapı karşısında ötürme ve gol! Kyle Spence ötürme ve Spence. Başladı Gavi. Əks hücumları maraqlıdır Karvanın. Dəyə götürmə. Kyle Spence sürətləndi. Spence'e dəstək indi. Şakil Snow və Mikes gəldilər. Kyle Spence daxil oldu rəqib cərəm meydanı. Yeni ötürmə. Gol! Uzun işi bir qədər də çətinləşdi. Fatima Abdullayev indəki hücuma göndərir Spence. Kyle Spence ötürməsi yerdən. Araz Abdullayev davamında. Həmin epizodun davamında yenə də deyirəm, ısrarla demək istəmirəm. Amma həmin epizodun daha sonrasında top şəxəs futbolçularına keçmişdi hücum fazası. Hesap beraberleşir. Ninja Baronlu mübarize. Top bir anda diğer kapıdan. Ondan sonra Kyle Spence cərmə meydançasına 15-ci turun son iki görüşündən biri günün ilk. Üçüncü zərbə qısa şəkildə yerinə yetirilir. Kyle Spence kapı qarşısına ötürmə etdi. Başla zərbə və gol! Standart vəziyyətin davamında qarşılamağa çalışdı amma dayandırma mümkün olmur. Simani var. Futbolçunun artıq 2 qolu var aktivində. Daha bir şəmlə Karvandan qapıya zərbə Terlan. Bu isə bir əvvəl Kyle Spence'in keçidi. Qara-Qarayevi 2 dəfə aldatdı. Xilas elədi. Karvan Yevlax futbolçuları. Zəsində ikinci mərtəbədə Kəvəz futbolçuları yaxşı oynayır. Bir dəfə Şakir Seyidov. Kyle Spence. Rauf Hüsəmli zərbəsi gol! Maliştoda Kyle Spence önündə ablazı var. Spence irəlilədi, ayaq saxladı, pauza verdi. Zərbə Rauf Hüsəmlidən indirdi. Yusuf İvanov'un əlinin çatmadığı nöqtəni nişan aldı. Bax, burada. Hurtado. Daha bir ötürmə, bu dəfə təhlükəli ola bilər. Kyle Spence, ona qarşı Hurtado mübarizə aparır. Spence. Bu daşıdı, keçdi Hurtado'dan. Kyle Spence rəqibi cərmə meydana daxil olub. Karvan Yevlax hücum qurmağa çalışır. Kyle Spence. Spence topladı. Bir rəqibindən sıyrıldı. Gəlir Spence'dən. Kyle Spence! Kyle Spence! Fərqlənməsinə imkan vermədi. Kyle Spence topu qəbul edir. Kyle Spence. Sarı vərəqə göstərilmişdi. Bu epizoddan sonra Spence. Kyle Spence. Qətdə olan komanda yoldaşlarına ötürmə Rəhman Hacıyev var idi burada, amma Kəpəz futbolçuları üçün qura bilmədilər. Əksinə Karvandan daha ciddi təhlükə gələ bilər. Kyle Spence sola çevirdi. Slide Mikes. Spence çətin vəziyyətdən çıxmağa çalışır. Bacardı bunu. Kyle Spence. Amma hələ ki Kəpəz boşluqlarına yaralana bilməyib. Duran da oynadı, əla tepki. Burada davam demişdi, ikili bir... Çiğniyle saxlayır topu Mikes. Spence. Kyle Spence. Kyle Spence. Keçir Amini. Spence. Ötürməni verir. Təkrar pas. Yenidən Kyle Spence öz cinahında çox topa toxunur, topu meydandan uzaqlaşdırır, küncdən zərbə yerinə yetirir. Kyle Spence. Spence topladı. William var Osman'da 21. turda və Kəpəz həmin görüşdə qələbə qazandı. Dəsi
Yerdən dəstək alınmadı. Gavi Thompson yenə də Kyle Spence sürətləndi. Kyle Spence'in sürətinə fikir verin. Daşır topu. Spence sağa çevirdi. Oturma. Açıq aşkar xətti keçmişlər. Spence, Karvan Yevlax. Sol cinahlar hücumu davam edir Kahraman komandasının. Maçın son anları. Spence ötürmə qapı. Vüsal Məsimov. Kyle Spence. Spence irəliləyir cərimə meydan. Qarşılayır burada. Emin Rüstəmov. Can verilmədi. Spence çatdı topa. Kyle Spence tək başına irəliləyir və ona qarşı qayda pozulur. Englisyanin. Cərimə meydançasına Vüsal Məsimov. Kyle Spence. Sürət yığmağa çalışır. Spence gözləyir komanda yoldaşlarını. Snow. Spence topladı. Spence topla hərəkət edir. Kyle Spence ötürmə. Sol cinahla oynayır. Kyle Spence. Ötürmə. Zadə təhlükəli zonadan topu uzaqlaşdıra bildi. Karvan Yevlaxın təhlükəli əks hücumu sol cinahla reallaşır. Kyle Spence mərkəzə doğru. Ötürmə imat var. Aşağı səsli Almeyda. Neftçi gəlir. Almeyda. Adi vəziyyətdə top bitirdi ona qarşı. Paralel ötürmə gəldi. Rüfət Abdullazadə istiqamətdə Rüfət cərimə meydançasına daxil olur və topu itirir. Santos'tan. Moses qarşılayır. Oruc Məmmədov. Şamaxı hücuma çıxa bilərdi hətta. Karvan futbolçularında sol cinahdan Kyle Spence'den gəldi. Spence ayaq saxladı. Baxır iki futbolçudan yayınmağa bacardı. Ötürmə Kyle Spence burada əl oynadı bax. İki cəhdə Almeyda və Elvi Bədəlova zərərsizləşdirib dəqiq ötürmə verdi son anda. Davam edir sol cinahlar. Qonaqlar. Spence'den cərimə meydançasına. Korner olacaq. Baxırıq təkrara bir də. Qara Karvan hücumu təkrarına Spence'in ötürmə. Amma müdafiəçilər burada topu ələ keçirdilər və indi yenidən biz Spence'i görürük iş başında. Çox çəvik, çox cəld bir futbolçudur. Bağının zərbəsi bloklanır və dərhal əks hücuma fikir verir. Can burada irəliyə Miçesi, solda Spence var. Miçes topu daşıyır, Miçes'in ötürmə dəqiqdir. Kyle Spence qaytardı. Miçes. Əla başa düşdülər bir-birlərini. İmanov çıxdı. Davam deyir baş hakim. Karvan əks hücuma çıxmağa çalışır. Fofana da bu dəqiqələrdə aktivliyi göstərir Kəpəzin heyətində. Bir növ oyunu bərabərləşdirməyə cəhdib salınmır Kəpəzdə. Əks hücumda Karvandır, Slide Miçe. Spence de burada mübarizə aparan Iron. Kyle Spence çox yaxşı mübarizə. Ramonla paslaşır. Kyle yaxşı oynadı. Başdırılır top. Kyle Spence burada Kyle. Topa çatdı Spence. Ötürmə qapı qarşısına. Bu xəttinə aid deyil bu sözlər. Hələlik isə Karvan Yevlax özünü hücumda daha fəal göstərir. Geri oynayır. Spence. Avqustun 1993-cü ildə doğulub Elvin Yunusadə. Burada Zedatka qabaqlayır amma topu itirir. Hücum davam edir Karvan Yevlaxda. Zərbə şansı var. Süpürdü. Mübarizədən yaxşı da davranır. Karvan futbolçuları Kyle Spence. Spence solunu sağına baxır ötürmə. Miçesə, Miçet. Samuel, Dado Spence. Yaxşı oyun. Kyle Spence saxlayır solundan. Vüsalın dəstəyi var amma Kyle özü gedir cərimə meydançasına. Kyle oyunu saxlamadı. Dəqiqə artırırlar qarşılaşmanın ikinci hissəsinə. Bir qədər sonra təkrarda görəcəyik. Cərimə zərbəsi qazanır Karvan Yevlax 90-cı dəqiqə.
Bu mövsüm ərzində bütün komandalarda qapılar qorumuş qapıçı sayı 23-ə yüksəldi. Savok yeri gəlmişkən Yevlax futbolçuları hücum axtarışındadılar. Sol cinahdan gəldi Karvan Yevlax. Cərmə meyv Karvan Yevlax üçün. Kyle Spence İstiqamətində kör-körənli şəkildə irəli vurur. Karvan Yevlax oyuncuları. Kyle Spence. Spence uğurlu oynadı. Uğur Cahangirov. Uğur ötürməsi mərkəzə. Kyle Spence topu saxladı. İmani Barker. Baxaq. Peter Kings. Ötən turda biz bu dəyişikliyin Bu dəqiqələrdə Şafın qələbəsinə razılıq əsasında və artıq zirədədir. Bu arada gün zərbəsini yerinə yetirdi Karvan Yevlax. Daha bir korner. Bu dəfə əks cinahdan. məsəl dəqiq deyil. Və Karvan Yevlax topu ələ keçirdi. Zərbəsi yerinə yetirəcək. Baxırıq. Maç çıxırlar. Kyle Spence. Spence mərkəzə gəlir. Top Kyle Spence'də. Rauf. Qapıya zərbə endirir. Baxırıq bir daha epizodun təkrarına. Bax zərbəni endirən Kyle Spence idi. Rauf'un ötürməsi. Spence ötürməz. Spence rəqibin cərmə meydanına daxil olub Spence'dən. Karvanda idi. Davam. Ardınca Spence. Mərkəzə tərəf hərəkət edir. Kyle Spence yaxşı buraxdı topu Vüsal Ladı burada Diniyevə. Spence irəliyir. Kyle Spence ötürmə Rauf istiqamətinə. Düşündü, ötürmə etdi. Kyle Spence. Spence irəliyir. Nuno Rodriguez 1-1 ona qarşı. Kyle Spence soluna çəkdi. Spence topu itirməyib. Ötürməni yalnız indi verdi. Vadimdən sağ cinaha ötürmə. Spence. Kyle Spence. Bir rəqibindən, iki rəqibindən sıyrılır. Topu irəli göndərir. Kyle Spence istiqamətində. Spence topu ram etdi. Seydov üçün dərhal sol cinahdan Karvan hücumu davam edir. Bu dəfə daha böyük təhlükə ola bilər. Qapı qarşısına ötürmə Yusuf komandası. Bu da az öncəki Epsonun təkrarı. Yusuf İmanov burada riskə yetmədi. Topu yumruqladı. Engisani. Pressing Kyle Spence. Yaxşı çıxır vəziyyətdən. Sürəti hesabına, cəldi hesabına mərkəz xətti keçir hətta. Bir neçə rəqibini arxada qoydu. Kyle Spence. İdrisə qarşı. İdris isə dərhal topu oyuna daxil etdi. Hakim yerindən topun oyuna daxil edilməli olduğunu bildirir. Devam edir Peter Kings. Ötürmə sol cinaha doğru. Kyle Spence çatdı topa. Spence önündə Mehdi Tahirov. Kyle Spence ötürməsidir. Zərbə gəlir. Bu isə sonuncu. Hücumu davam edir Karvan komandasına. Şakil Snow sol ayağında tutub. Şakil Snow ötürmə qapı qarşısında Peter Kings tək toxun. İnamlı görünmədi Karvan Yevlaxda. Və əsas heyət oyuncusu obrazı dəyişdi tamamilə onun adı ilə bağlı. Ötürmə qapı qarşısında.